Zaqatala rayonu Yuxarı Tala kəndindən müəllimənin odlu silahla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Hadisə mərhumun atasının il mərasimində baş verib. Müsavat.com-a istinadən xəbər veririk ki, 1980-ci il təvəllüdlü Natavan Əhmədova qardaşı 1989-cu il təvəllüdlü Nurlan Əskərov tərəfindən odlu silahla qətlə yetirilib. İstintaqla müəyyən edilib ki, Nurlan bacısının başqa şəxslə münasibətindən şübhələndiyi üçün onu öldürüb. Məhkəmə araşdırması zamanı maraqlı məqam üzə çıxıb. Belə ki, Nurlan istintaqda dindirilərkən bacısını başqa şəxslə maşında görüşən zaman gördüyü üçün onu öldürdüyünü, özünün və ailəsinin adına ləkə gətirdiyini deyib. Lakin məhkəmədə bildirib ki, hadisə vaxtı özündə olmayıb və psixoloji problemləri var. Nurlan nə hadisəni də istintaqda verdiyi ifadəni xatırladığını deyib. Əlavə edib ki, bacısı hər hansı bir şəxslə münasibətdə olmayıb. Bacımla münasibətimiz yaxşı olub, onun kiminləsə görüşməsi barədə nəsə dediyimi, gördüyümü xatırlamıram. Əgər belə bir şey olsaydı, onu evdə yox, kənar bir yerdə öldürərdim. Baş verən heç nəyi xatırlamıram. İndi də hadisə barədə heç nə xatırlaya bilmirəm. Qeyd edək ki, Nurlan qətl hadisəsini ata evində törədib. O, atasının il mərasimində bacısının telefonla danışdığını görüb və şübhə edib. Evdə olan ov tüfəngi ilə bacısının baş nahiyəsindən bir dəfə atəş açıb. Evdə anası, bacısı və digər qohumları da olub. Hadisədən sonra özü polisə təslim olub. Mərhumun əri Qurban Əhmədov çıxışında Nurlanın istintaqdakı ifadəsi ilə razılaşmayıb. Deyib ki, qaynının bu cür fikir səsləndirməkdə məqsədi kriminal aləmdə nüfuz qazanmaqdır. Nurlan bacısının səhv hərəkətə yol verdiyini görmüşdüsə, niyə həmin yerdə tədbir görmədi? Onun məqsədi qətli namus üstünə törətdiyini göstərmək, həbsxanada dustaqların ona hörmətlə yanaşmasını təmin etməkdir. Özünü kriminal aləmdə tanıtmaq istəyir. Yoldaşın barəsində dedikləri yalandır. Onu bağışlamıram, cəza verilməsini tələb edirəm. İstintaq zamanı mərhumun anası, bacısı və digər şahidlər də dindirilib. Onlar Natavan Əhmədovanın hər hansı bir şəxslə nikahdan kənar münasibətinin olması faktını təsdiq etməyiblər. Əksinə bunu inkar ediblər. Şahidlər həmçinin Nurlanın psixi problemlərinin olması, hər hansı bir xəstəlikdən əziyyət çəkməsini də təsdiq etməyiblər. İstintaq zamanı o da məlum olub ki, mərhumun hər hansı bir şəxslə nikahdan kənar münasibətinin olmasını sübut edən fakt, şahid, telefon danışığı, mesaj yoxdur. Ekspertiza rəyi ilə də Nurlanın sağlam olduğu, hər hansı bir xəstəlikdən əziyyət çəkmədiyi, narkotik vasitə istifadəçisi olmadığı müəyyən edilib. Nurlanın məhkəmədə dedikləri özünü müdafiə məqsədi ilə verilmiş yalan ifadə kimi qiymətləndirilib. Məhkəmənin hökmü ilə Nurlan xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.